Elə uşaqlığımdan bu saatlara çox sevgim olub. Allah da qismət elədi, orta məktəbi qutarandan sonra Bakıda 1983-cü ildə Neftçilərdə Çevni kombinat var idi orada. Orada saatsazlıq, ayaqqabı təmiri, zərgərlik, qadın salonu, kişi salonu. Mən getdim ora daxil oldum. Əsgərlik vaxtım 83-cü ildə may ayında mənə Paveska gəldi, əsgərlik etdim, mən orada oxuyurdum. Sentyabrda biz diplomumuzu almalıydıq. Gəldim bir gün ustama qayıtdım ki, bəs usta mənim Paveska gəlib, rus dilində deyirəm, əsgərliyə. Ki, bəs mən əsgərliyə gedirəm, diplom qaldı mənim 2 ildən sonra. Dedi ki, yox, səni kimi sənətkarın diplomunu mən xahiş edəcəm direktordan yazsınlar. Qalxdıq direktorun yanına, direktor elə içəri girəndə dedi ki, bəs mənim ən gözəl şagirdlərimdəndir, Vaqif müəllim. Sizdən bir xahişə gəlmişəm. Mümkündürsə, əsgərliyə gedib diplomunu yazıb verməyə. Nəyəsə, direktor mənə bir sual verdi, divar saatdan. Sual verdi ki, bəs o kəpgirlə işləyən saatlarda, o mexanikalarla, saat dala qabağa gedəndə, məsələn, 5 dəqiqə, 8 dəqiqə dala qabağa gedəndə, o necə nizamlayırlar. Dedim ki, bəs Vaqif müəllim, bu bizi üçün çox asan bir sualdır da. Sən yəni bilirsən bu sual. Əlbəttə dedim, onun altında o gedib gələn məsələn o kəpgirin altında rezbası var. Onun ağırlığı yüngüllü aşağı buraxanda ağırlaşır, saat dala qalır. Yuxarı qalxanda yüngülləşir, qabağa gedir. Nəysə baxdı elə mənim ustamın belə dedi ki, Ecik, həqiqətən də yaxşı şagirdlərdəndir. Diplomun elə hazırlayın, gətirin hesab vurun. Yəni mən elə o 83-cü ildə məktəbini getdim, oxudum, diplomumu da aldım. Əsgərlikdə də getdim, saat işlədim. Əsgərdən gələndən sonra da o vaxtı bizdə bir pubon var idi, bu məişət xidmətlə əlaqədar. Mən elə ora diplomumla müraciət edən kimi, mənə sırac yerlə yer mənəsini Sumqayıt şəhərində. Mən özüm Sumqayıtda yaşayıram, kolxoz bazarı vardı, indi ora karvandır. Oradan mənə göndərdilər ki, bəs filan yerdə işləməlisən. 85-ci ildə, 85-dən əsgərdən qayıdandan indi 2026-cı ildir. İndiyə kimi bu saatla məşğulam.